Əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün istəyirəm ki, sizə Nazirliyin bizə təqdim etdiyi nümunə suallar içərisində təzad doğuran məqamlar var idi. Bir çoxumuzun narahatlığına həmçində səbəb oldu. Öncəliklə qısa şəkildə deyim ki, sizə, əziz müəllimlər, narazılıq etməkdənsə, belə deyim də, müxtəlif fərziyyələr irəli sürməkdənsə, müsbət yandan baxsaq ki, bunu imtahanda bizə verməyiblər. İmtahandan öncə təqdim ediblər. Necə ki, keçən il idrak taksonomiyasının anlamaq və tətbiq etmə mərhələsində olduğu kimi. Biz də bunu müsbət dəyərləndirib, bəzi yenilikləri mənimsəməyə çalışaq. Mən bu testlər üzərində, sırf elə Nazirliyin təqdim etdiyi testlər üzərində sizə bəzi məqamları açıqlamağa çalışacağam. Deyir ki, ilk olaraq birinci tapşırıqda sizə sağlam qidalanma planı hazırlamaq tapşırılmışdır. Planı hazırlayarkən şəxsin yaş və sağlamlıq vəziyyətini nəzərə almalısan. Eyni zamanda şəxsin, yəni kiminsə büdcəsini nəzərə almalısan. Hansı inteqrasiya reallaşır? Burada bu situasiyanı götürərkən, belə deyim də, anında bir çoxumuz gedib fənlər arası, fənn üstü götürmüşük. Amma gəlin bir dənə açar məqam olaraq buna baxaq ki, müəllim şagirdə tapşırıq verib və deyir ki, sizə sağlam qidalanma planı hazırlamaq tapşırılmışdır. Yəni fərz elə, təsəvvür elə ki, sənə bir şey tapşırılıb. Sən bunu hazırlayarkən başqa şəxsin, kiminsə büdcə planı hazırlamalısan. O zaman bu situasiyanın olacaq cavabı fənlər arası. Burada əslində, belə deyim də, birbaşa olaraq fənn üstüyə də getmə məqsədə uyğun deyil. Niyə görə? Sənə bir dənə tapşırıq verilib. Sən o tapşırıqla nəsə hazırlayacaqsan. Hazırladığın mövzuda büdcədir, hesablayacaqsan, qidalanmadır, deyək ki, biologiyadadır da. Amma desəydik ki, sən gündəlik həyat tərzində öz qidalanmağını necə tənzimləyirsən, öz qidalanmağını necə həyata keçirdirsən, öz puluvu necə buna sərf edirsən, o zaman fənn üstü götürə bilərdiniz. Bu səbəbdən bu testin cavabı ona görə fənlər arası olur ki, kiminsə qidalanması üçün plan hazırlayacaqsan. Ona görə fənlər arası olacaqdır. Digər testə baxaq. Şagirdlər qrup halında dünyanın müxtəlif iqlim qurşağında müxtəlif iqlim qurşaqlarında yaşayan insanların həyat tərzini araşdırmalı, həmin iqlimdə yaşamaq üçün uyğunlaşdırmalı. Daha sonra bu yaşayış məskənində 3D modelləşdirmə aləti və ya interaktiv təqdimat vasitəsilə təqdim etməli. Bu yaşayış formasının iqlim dəyişikliyinə qarşı dayanıqlığı əsaslandırmalıdır. Bax, bu testdə yenə də bir çox müəllimlərimizin narazılığına səbəb oldu. Hətta burada açar məqam olaraq layihə var. Mən razıyam sizinlə. Biz hər zaman deyirik ki, əgər şagird layihə işi görürsə, layihə həyata keçirdirsə, burada yaradıcılıq var, həyatla əlaqələndirir və belə yaradıcı tapşırıq həyata keçirdirsə, üstəgəl də bir neçə fənnin əlaqələndirməsi olacaqsa, əlbəttə ki, biz nə edirik? Həm fənlər arası, fənn üstü götürürük. Bu zaman isə gəldi yenə nazirlik, yalnız fənlər arasını verdi. Niyə görə yalnız fənlər arasını verdim? Belə deyim də, onu nəzərinizə çatdırım ki, inteqrasiyada yenilik olub və çox təəssüf ki, bu vəsait dəyişmədi. Artıq biz çox sevindik. Amma gəldi sonda bəzi məqamları bizə bu testlər vasitəsilə ötürdü. Belə nəticəyə gəlmək olar ki, mən verilən situasiyada o zaman fənn üstü inteqrasiyanı götürəcəm ki, o fərziyyə olmayacaq. Şagird onu xəyalında canlandırıb, tapşırıq kimi deməyəcək. Məsələn, sən gedib müxtəlif xalqların iqlim tipini araşdırmayacaqsan, orada yaşamayacaqsan, onların mədəniyyətindən xəbərin yoxdur. Sadəcə olaraq araşdırma aparıb eləyəcəksən. Üstəgəl də burada iqlim tipləri deyirsə coğrafiyadır, modelləşdirmə falan deyirsə İKT bacarığıdır. İnteqrasiyanın növü müəyyən etdirsə, burada biz informatika ilə coğrafiyanı əlaqələndiririk. O zaman mən fənn üstü inteqrasiya görəcəm ki, o fənn üstü inteqrasiyada mən gedib onu həyata keçirdəcəm özüm. Mən özüm onu nəyəsə yaradacam, hazırlayacam. Yəni mənim edə biləcəyim bir işdir o.
Amma kökü gedib hansısa bir mənbədən araşdırmaq, hansısa bir fərziyyə əsaslanmaq olacaqsa, yalnız hər zaman fənlər arası olacaq, əziz müəllimlər. Bizə təqdim olunan yeniliyə istinad edib bunu deyirik. Deyir 3-cü sualda, siz evdə suyu elektrik çaydanında bir neçə dəfə qaynadırsınız. Baxın, yəni fərziyyə eləyin ki, fərz et ki, qaynadırsınız. Demir, qaynatmısınız. Bu işi icra etmisən və yaxud da ged icra et. Gün ərzində bu proses üçün elektrik enerjisi sərfiyyatını və bunun ailə büdcəsinin nə qədər təsir etdiyini müəyyənləşdir. Yenə də burada bir fizika proses, fizika və yaxud da büdcəni hesablamaq da yenə olacaq. Aid olacaq fənlər arasında. Nə zaman olardı? Məsələn, deyirsən ki, gün ərzində yay fəslində kondisionerdən istifadə edərkən işıq nə qədər sərfiyyat çox olur və s. Bunu ged evdə müşahidə ilə, layihə hazırla. Əgər bu zaman desəydi, sən bunu fən üstü edə bilərdin. Çünki gedəcəksən, sən evdə onu reallaşdıracaqsan. Amma deyir ki, qaynatmısan, qaynadırsınız. Yəni, qaynatmamısan da sən onu. Təsəvvür elə, fərziyyə elə ki, sən bu işi görmürsən. Yenə də bir neçə fənin əlaqələndirməsi burada öz əksini tapacaq. Bu da fənlər arası inteqrasiyanı özündə əks etdirəcəkdir. 4-cü tapşırıqda da deyir ki, təsəvvür edin ki, siz ekoloji problemləri araşdıran bir qrupun üzvüsünüz. Artıq belə deyim də, situasiyanı sona qədər oxumasaq da yenə bizə asanlıqla təsəvvür edin, fərziyyə yaradın deyir. Mən özüm bunu reallaşdırmıram, mən bunu hazırlamıram, mən bunu həyata keçirtmirəm. Ona görə də fənlər arası olacaq. Fən üstü inteqrasiya olmayacaq burada da. 5-ci sualda isə deyir ki, siz 6-cı sinif olaraq informatika günü tədbiri keçirməyə qərara gəlmişsiniz. Deməli, burada informatikadan söhbət gedir. Daha sonra isə deyir, tədbir üçün 150 manat büdcə ayrılacaq. Siz ehtiyacları nəzərə alaraq büdcəni planlaşdırmalısınız. Xərcləri uyğun şəkildə elə tənzimləyin ki, ümumi xərc 150 manatdan çox olmasın. Yenə də sənə informatika ilə bağlı bir tapşırıq verib, həmin informatikanın tapşırığını isə bilavasitə əlaqələndirib riyazi bacarıqla. Bu da olacaq yalnız fənlər arası, fənn üstü yox. Əziz müəllimlər, sizə belə deyim də fikirləriniz qarışıb. İnanın tam səmimiyyətlə buradan deməyəcəm ki, testlər səhvdir. Testlərdə yanlışlıq var. Səhv deyirlər. Yox, elə sən bunu görsən də get orada fənn üstü götür. Onlar yanlış. Niyə görə? Bunu deyirəm ki, sizə ən vacib məqam. Bax, biz özümüzdə, biz təlimçilər də sizin kimi bu situasiyalarla yeni tanış olmuşuq. Bizim üzərimizə düşən əsas məqam nədir? Onlar nə düzgün götürürsə ona əsaslanaq. Razıyam sizinlə, biz yaradıcı tapşırıqları, layihə işini, fənn üstü inteqrasiya götürürdük. Amma gəlin bir ipucuna baxaq. Əgər yadınızdadsa, biz ödənişli qruplarımızda da müxtəlif inteqrasiya ilə bağlı situasiyalı testlər işləyirdik. Bax, elə bir dənə nümunə gətirəcəm. Öz müdavimlərim buradan təsdiqləyər. Heç bu yeniliklər təqdim olunmamışdı. Bu kimi məqamlar ortaya çıxmamışdı. Məsələn, yadınızdadsa qrupa bir dənə test atmışdıq ki, müəllim şagirdə həyatla bağlı bir dənə tapşırıq verdi. Dedi ki, bunu oxu, yadında qalanı yaz. Həyat sözünü görüb gedib biz orada fənn üstü götürmədik ki. Müəllim sadəcə olaraq bunu götürüb, bir dənə həyatla bağlı mətn verib. Şagirdlərə oxuyub, şagird də yadında qalanı yazıb. İki işi görüb burada, üfüqüdür. Amma həyatda get tətbiq elə, bu olacaq fənn üstü. Əgər yadınıza gəlirsə, belə bir situasiyada demişdim sizə. Məsələn, bu günləri həyat bilgisində müəllim pulu, qənaəti, büdcəni keçir. Deyir, ay uşaqlar, deyin mənə görüm, sizdə evdə pulu daha çox kim qazanır? Bax, mən inanıram ki, mənim ödənişli müəllimlərim, mənim səsimi eşidir, onu təsdiqləyəcək. Bax, bu gün də elə ona oxşayan fərziyyələri daha qabarıq şəkildə dedilər. Sadəcə olaraq bizi çaşdıran burada nədir? Layihə təqdimat hazırlayırsan, amma bil ki, müxtəlif ölkələrin, müxtəlif mədəniyyətlərin, xalqların, əgər nə bilim, kulinariyasını, mətbəxini, mədəniyyətini, adət-ənənələrini sən gedib orada canlı görməyəcəksənsə, canlı gördüyü və müşahidə elədiyi reallaşdırmayacaqsansa, sən ona fənn üstü inteqrasiya deməyəcəksən, fənlər arası deyəcəksən. Yox, əgər sənə məxsuslu tapşırıq
sən onu həyata keçirdəcəksən. Bax, məsələn, bu nəyə oxşadı? Piaget deyirdi, uşağa icazə ver. Bax, burada spontan olaraq, bax, mənim belə deyim də, elə izah elə ağlıma girdi. Bax, bu indiki fikrimlə çıxan yeniliyi əlaqələndirməkdə mən doğru etdimmi? Bax, bu sualımı sizin şərh bölməsində hər birinizdən istəyirəm. Piaget'uza gəlir də, Piaget deyirdi ki, əgər uşağa hansısa bir bitkinin çoxalmasını, inkişafını istəyirsənsə, onun özünə şərait yarat, qoy özü getsin, eləsin, özü onu görsün, yəni yaşasın da o hadisəni özü. O zaman sən onun yaradıcılığını üzə çıxardacaqsan. Əgər sən ona istiqamət versən, yol göstərsən, yaradıcılığını öldürəcəksən. Sanki, əziz müəllimlər, yeniliyə əsaslanıb bu yeni versiyanı bizə təqdim edən Nazirlik əməkdaşları bunu bizə təqdim edir. Elə deyilmi? Və son olaraq bu sualın cavabını hər birinizin rəy verməsində istəyirəm. Ödənişli müəllimlərə də səslənirəm. Sizcə deyin mənə görə, mən bu yanaşmanı düz etdim, yoxsa səhv etdim? Yəni, mən nəyi nəticə əsaslanaraq deyirəm? Fənniüstü inteqrasiyanı o zaman götür ki, Piaget dediyi kimi. Bax, mən öz mövqeyimi deyirəm, ha, sizə. İndi siz gəlin rəy bölməsində öz mövqeyinizi deyin. Mən o zaman fənniüstünü götürəcəm ki, şagird özü yaradıcılıq göstərəcək, özü onu real həyatda əlaqələndirəcək və onu edə biləcək. Amma əgərləri ona nümunə verib istiqamət verəcəmsə, o verdiyim nümunənin istiqamətin kökündə bəlkə yaradıcılıq görsənə bilər, amma o mənim verdiyim nümunə əsasında sadəcə olaraq o tapşırığı icra eləyəcəksə, buna fənlər arası deyəcəm. Ümid edirəm ki, bu nüans sizə baş verən yeniliklərdən düzgün nəticə çıxartmağa kömək edəcək. Amma sualımın cavabını siz mənimlə razısınızmı? Bunu şərh bölməsində gözləyirəm.